İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib, görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir ya da ki, hər hansı bir kiçik həcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq bugün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, 2-ci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bu, son 3 gün ərzində 9-cu belə hadisədir. Bakı metropoliteninin 20 yanvar stansiyasında 1994-cü il martın 19-unda erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub. Məhkəmə orqanları metro stansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı Sadval Ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib. Cinayətin törədilməsində şübhəli bilinən Sadval Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib. 9 nəfər isə müxtəlif müddəti azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb. Ukrayna enerji sahəsində atəşkəslə bağlı təklifləri dəstəkləyəcək, lakin razılaşmanın tərəfləri ilə bağlı bütün detalları ictimaiyyətə açıqlamaq lazımdır. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Putin-Tramp danışığına reaksiya verərkən bildirib. Donald Trumpdan, Amerika tərəfdən təfərrüatı aldıqdan sonra biz öz cavabımızı verəcəyik, onu hazırlayacağıq və komanda texniki danışıqlara hazır olacaq deyə Zelenski vurğulayıb. Qeyd edək ki, ötən gün Putin və Trump arasında telefon danışığı baş tutub. Telefon danışığında müharibə tərəflərinin enerji infrastrukturlarına zərbələri qarşılıqlı olaraq müvəqqəti dayandırılması ilə bağlı razılıq əldə olunub. Amerika Birləşmiş Ştatları Rusiya ilə Çin arasında gələcək yaxınlaşmanı istəmir. Lakin hər iki ölkə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Fox News telekanalına müsahibəsində deyib. Trump həmçinin hesab edir ki, Rusiya və Çin arasında münasibətlər Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barack Obamanın hərəkətləri sayəsində dost olub. Obama həqiqətən onları pis enerji siyasəti ilə bağlı bir araya gətirdi. Amerika Birləşmiş Ştatları prezidenti hər iki ölkənin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiyini əmin olduğunu bildirib. Eyni zamanda Trump qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının artıq Çinlə öz münasibətləri və danışıqları var. UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına çoxmillətli nominasiya kimi daxil edilmiş Novruz bayramı qurumun mənzil qərargahında təntənə ilə qeyd edilib. Bayram tədbiri Azərbaycan, Əfqanistan, Qırğızistan, Qazaxıstan, İran, İraq, Hindistan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirə qatılan UNESCO-nun baş direktoru Audrey Azoulay hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edib. Dünyanın müxtəlif yerlərində yaşayan insanların çətin dönəmdən keçməyinə baxmayaraq, bu gözəl bayramın yenilənmə, arzular, təbiətin oyanması, ailələrimiz və dostlarımızla görüşlər, ümid rəmzi olduğunu bildirib. Daha sonra baş direktor ölkələrin hazırladıkları bayram süfrələrinə yaxınlaşaraq onlarla yaxından tanış olub. Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Elman Abdullayev qonaqlara ölkəmizdə Novruz bayramının keçirilməsi ənənələri haqqında məlumat verib. Tədbir çərçivəsində təşkilatçı ölkələrin mədəniyyət nümayəndələri, milli musiqi və rəqs nümunələri ifadə ediblər. Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin
təşkilatçılığı ilə milli rəqsimiz təqdim olunub. Zalda böyük ekranlarda hər bir ölkənin Novruz adət-ənənələrinə dair video yayımlanıb. Daha sonra təşkil olunan ziyafətdə milli təamlarımız təqdim olunub. Xatırladaq ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.